Bugün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Cəbrayıl rayonunun Horovlu kəndinə köçən ailələrə anam əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Mən bu kənddən çıxanda 12 yaşım var idi. Kətdə oxumuşam 4-cü sinifə qədər, 5-ci sinifə qədər burada oxumuşam. 5-ci sinifdən sonra Sabunçu rayon Bakıxanov qəsəbəsində yaşamışam. İdman Olimpiya Liseyinin yataqxanasında. Bu günümüzdə çox şükürlər olsun. Allah qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət etsin. Bu günü bizə yaşadan Allaha həmd olsun. Kətdən mənim xatirəmdə uşaqlığım burada keçib, bağlar, bağçalar, ağaçlıqlarımız var. İndi düzdür, onlardan əsər-əlamət yoxdur. Amma yenə bu günə çox şükür. Bu həsrət bitdi. Bu günləri öz torpağımızdayıq, öz elimizdə, öz obamızdayıq, kəndimizdəyik, Horovludayıq. Horovlu çox mənim üçün, necə deyim, uşaqlığım burada çox gözəl keçib də. Qayıtdığımda da çox sevindim. 8 nəfər getmişdik. İndi hal-hazırda 3 nəfərlə qayıtmışam mən. Uşaqlarım da gəlib buranı görüb, çox gözəldir, çox seviblər də. Yəni evimizdə şükür Allaha, Allah prezidentimizin canını sağlam eləsin. Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 18 ailə olmaqla 66 nəfər köçürülüb. Bununla da Horovlu kəndində 150 ailə olmaqla 607 nəfərin məskunlaşması təmin olunub.